Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonrasında hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsihət edirəm. Həqiqətən də uca və böyük olan Rəbbimiz mübarək kitabında buyurur ki, sizin hörmətiniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Ta'ala üzərimizdə olan əmrlərini yerinə yetirməyi, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi, əmr edirsə o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 100-cü videomuz. Allah həm sonsuz sayda həm sınavlar olsun. Hər zaman olduğu kimi dəyərli dinləyicilər, paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında Quran sevgisi, Qurana bağlanın, Quran oxuyun adı altında insanları dinsizliyə, imansızlığa sürükləyənləri tanımış, onların hilələrindən, yalanlarına agah olmuş olarsın, dəyərli dinləyicilər. Deməli, bugünkü videomuzda, düzdür, bundan öncə də bir neçə videolarda biz baş örtüyü barəsində ümumi bir məlumat vermişik. Baş örtüyü barəsində danışmışıq. Bilirik ki, Allah Subhanahu taala Quran-ı Kərimdə Nur surəsində, həmçinin Əhzab surəsində bihumurihinlə Allah Subhanahu taala buyurur. Yəni başlarınızı örtün. Xamur kəlməsi isə yəni ağlı örtənə deyilir. Həmçinin Allah Subhanahu taala içki insanın ağlını əlindən aldığı üçün onu da xamur deyilir. Və həmçində başını bağladıqlarına görə Allah Subhanahu taala o qadınları nə deyir? O adla adlandırır. Çünki o vaxtda bu ayətlər nazil olduğu zaman qadınlar yəni dərhal libaslarını götürdülər, keçirdilər başlarından ta sinələrinə qədər örtdülər. Bu cür etdilər. Onlar bu cürə başa düşdülər bu ayətləri. İndi 21-ci əsrdə bu cürə zındıqlar çıxıb, dinsiz şünaslar çıxıb, hansı ki onlar deyirlər ki, yox, Quran-ı Kərimdə hicab barədə heç bir əmr yoxdur və namazı qılsan da belə başaçıq rahat qıla bilərsən qadın. Amma biz bilirik ki, Allah Subhanahu taala Quran-ı Kərimdə hicabı qadınlara vacib edib Allah taala. Qadın hicablanmalıdır. Hər bir həddi buluğa çatan müsəlman, ağlı başında olan müsəlman namazlarını qılmalıdır gündəlik 5 dəfə. Bu Allah Subhanahu Taala'nın Quran-ı Kərimdə bizlərə olan əmridir, dəyərli dinləyicilər. Allah Taala hər bir quluna, həddi buluğa çatan, ağlı başında olan müsəlman bir quluna namaz qılmağı, gündəlik 5 dəfə namaz qılmağı fərz edib. Əgər insan namaz qılmırsa, o hər gün günah qazanır. Eyni qaydada da Allah Subhanahu Taala qadınlara həddi buluğa çatdıqdan sonra əl və üz müstəsna olmaqla hər bir yerini örtməyi Allah Taala vacib edib. Əgər qadın bağlanmırsa, buna görə hər gün günah qazanır. Yəni bunu bilin dəyərli dinləyicilər. Ola bilər ki, başaçıq xanımlarımız var ki, hansı ki dinləyəcəklər, namaz qılırlar, amma görürsən başlarını bağlamırlar. Onlar da dinləsinlər ki, baş örtüyü vacibdir. Çünki Allah Subhanahu Taala elə bir şeyə əmr edib ki, insanlara, o insanların xeyri üçündür, dəyərli dinləyicilər. Ona görə də Allah Taala baş örtüyünü əmr etməklə qadını, xanımı qoruyur, qadını qoruyur. Baxın, yuxarıda video qoymuşam. Müxtəlif dövlətlər, müxtəlif ölkələrin xalqlarıdır, millətləridir. Hətta xristianlar var, yəhudilər var. Hamısında, bütün dinlərdə hicab olub, dəyərli dinləyicilər. Bütün dinlərdə qadınlar başlarını bağlayırlar. Yəni bu təkcə İslam dininə aid deyil. Çünki bu cür zındıqlar elə göstərmək istəyirlər ki, İslamda da ancaq başı bağlı. Nə oldu? Qadın deyir, başını bağlayıb namazını qılmalı, amma kişi şort giyinir. Bəli, kişini Allah Taala üstün edib də. Kişini Allah Subhanahu Taala üstün edib qadından. Ona görə də elə kişidir də. Qadın isə zəif olduğu, incə üçün Allah Subhanahu Taala nə edib? Deyib ki, örtməlisən hər bir tərəfi, hər bir yeri. Ona görə də bu nədir? Bu əmr qadınlara aiddir. Və bütün dinlərdə qadınların başlarını örtməsi əmr olunur. Dinləyin görün bu insan nə deyir birinci. Vallahi ki, deməli, bu ən axırıncı sual cavabıdır bunun. Görün burada nə deyir. Bir dənə qulaq asın zəmin olmasa. Mehri Güləliyeva yazır ki, başaçıq namaz qılmaq günahdırmı? Gündə 5 dəfə deyil, bir dəfə namaz qılmağı günah olmaz ki. Yəni başaçıq namaz qılmaq belə bir günah yoxdur. Bu insanlara sonradan çıxardığı bir günah anlayışıdır. Yəni qadına bu cürə olar, kişiyə bu cürə olmaz kimi yanaşma və yaxud da əksi bir fikir doğru yanaşma olmadığını düşünür.
Eşitdiniz də? Yəni baş açıq belə bir şey yoxdur. Orada heç günah da yoxdur. İndi sonra görməli. Rus diye biri yazır ki, hicab haqqında dəqiq məlumat verərdiniz, çox xahiş edirik. Hicab haqqında hələlik bir dəqiq məlumat verə bilmirəm dostlar. Yəni bu Quran-ı Kərimdə bir də bilirsiniz ki, Əhzab surəsinin 59-cu ayəsində olan məqamlarla bağlı qeyd olunan məsələlərdə bunları da araşdırıb gərək cavab verəm. Araşdırmadığımı etiraf eləməliyəm. Yaxşı, ay şarlatan. Əgər araşdırmamısansa, yəni özü belə sual cavabı göstərirsən ki, güya sən nəyisə araşdırıb, yəni danışırsan. Yəni araşdırmamısansa niyə bundan öncə? Çünki bir söz niyə görə dəyərli dinləyicilər. Bundan öncə o belə bir misal var. Dünən yediyimi yaddan çıxarmışam, bilmirəm dünən nə yemişəm. Bu insan dünən ağzına gələn nə danışdığını bilmir axı. Çünki bir neçə il bundan öncəki videolarına baxın, ağzına gələn danışır hicab barəsində. İndi qoyasın dinləyin, qoy özü də dinləsin, yaddan düşsün. Çünki bir savad buradan dediyiniz, buradan unudur da ona görə. Bir il bundan qabaq, 2 il bundan qabaq ağzına gələn danışdılar. İndi deyir ki, yox, mən araşdırmamış heç nə deyə bilmirəm. Yəni özünü cəmaata elə göstərir ki, mən nəyisə hansısa bir məsələni araşdırıb nəyisə edirəm. Sən nəyi araşdırırsan? Sən ki, oturursan Türkiyədə olan o zındıq xocalarından copy paste edirsən, özün demişkən, gəlib danışırsan. Sən nəsə araşdırırsan ki, nəyi araşdırmırsan? Nə sən indiyə kimi? Dinləyin baxın görün nə deyir bu bir neçə il bundan öncəki videolarına. Baxın belə deyəcək. Dinləyin. Layla xanımın dediyi məsələyə aydınlıq gətirəm. Layla xanım, ümumiyyətlə İslamda bir uniforma yoxdur. Bir geyim forması yoxdur. İbadət forması yoxdur. Amma yəni bu İslam dinindən danışır. İslam dinində geyim forması yoxdur. İslam dinində geyim forması var. Elhamdülillah. Müsəlmanlar Allahın qarşısına çıxdıqları zaman ən gözəl libaslarını düzdür. Yəni demirəm bu şərtdir, vacibdir, mütləq geyməli yox. Amma müsəlman Allahın qarşısında durduğu zaman ən gözəl libasını geyinir, ətirlərini durur, dişlərini misvaqlayır durur. Çünki sən Allah Taala'nın qarşısına çıxırsan ona görə. Hansısa bir zavod müdirinin, fabrik müdirinin qəbuluna getmirsən, bəzənərsən, 10 dəfə saçı udarırsan, işə götürməyə getmirsən, sən Allahın qarşısında durursan. Təəssüflər olsun ki, bu günlərim əsasən də qadınlar üçün xüsusi olaraq geyim forması olduğu bildirilir. Gəlirlər evə, dərhal deyək ki, paltarlarını dəyişib, başqa bir paltar saxlayırlar, həmin o paltarla namazlarını qılırlar. Amma belə bir şey İslamda olmayıb. Həmin dövrdə yaşayan insanlar əllərində mövcud olan, üzərlərində geyindikləri geyimlə namazlarını qılıbdılar. Bu günlərim siz də o formada namazınızı qıla bilərsiniz. Namazın başı açıq və yaxud da başı qapalı qılınması ilə bağlı onu deyə bilərəm ki, bununla bağlı da bir məhdudiyyəti yoxdur. Çünki baş örtüsü namaz üçün deyil. Eşitdiniz də, baş örtüsünün ehtiyac yoxdur, namaz üçün deyil. Əssalam. Baxın, bunun altından xət çəkərək bir daha qeyd edirəm. Baş örtüsü namaz üçün deyil. Bu günlərim təəssüflər olsun ki, məsələn, qadınlar hər bir şəkildə, qapalı şəkildə namaz bilərik ki, yaşantısını davam elətdir. Xüsusi olaraq xadim anlayışı. Bu günlərim namaz qılarkən Allah onu görür, namaz qılmayanda Allah onu görmürmü? Yoxsa din xadim anlayışı. Bu günlərim özünüz də görürsünüz ki, bəzi valideynlər övladlarını, hətta əsasən qız uşaqlarını başlarını bağlayaraq 1-ci sinfə, 2-ci sinfə, 3-cü sinfə göndərirlər. Yəni bunu uşağın özünün arzusu ilə, istəyi ilə mi eləyirlər? Təbii ki, xeyr. Valideyn bunu başqalarına özünün dindar olduğunu göstərmək üçün eləyir. Subhanallah, bütün müsəlmanlara iftiradır. Yəni valideyn deyir bunu özünü göstərmək üçün deyir ki, mən bax beləyəm. Allah. Valideyn onu bilsin niyə görə edir? Ay bir sabah. Allahdan qorxduğu üçün edir. İstəyir ki, övladı Allah qorxusu olsun qəlbində. Bilir ki, o qız uşağıdır. Onu uşaqlıqdan elə örgətsə o cürə, elə də gözəldir, əlhamdülillah. Neynəməlidir ki? Nə cürünə buraxmalıdır ki? Allahu Ekber. Dilin görün sonra nə deyir? Və yaxud da niyə bu barədə kişilər soruşmalıdırlar? Qadınlar soruşduğundan görə qısa olaraq qeyd edeyim ki, baxın, Quran-ı Kərimdə açıq-aşkar. Oğlum, mən Allah həmd olsun ki, Allah Subhanahu taala neçə illər hidayət verib. Nə qədər müxaliflər olub, nə qədər dinsizlər, imansızlar olub, cavablarını vermişəm. Bunun kimi bir savadını görməmişəm, vallahi ki. Yəni vallahi deyirəm ki, bunun kimi bir savad insan görməmişəm. Baxdığınız zaman Nur surəsində, Əhzab surəsində o baş örtüsü anlayışını konkret olaraq görə bilməzsiniz. Yəni açıq-aşkar. Oradakı xamr sözünün izahı var. İncildə baş örtüsü yaxşı görə bilmirik, açıqlama verəsən. Yuxarıda niyə deyirsən ki, cəmaata ki, mən bunu araşdırmamışam deyənə cavab verə bilmərəm. Yəni özünü nəyə qoymusan ki? Qoymusan ki, güya ki, sən belə araşdıransan. Var. Sonra bundan başqa bir də məsələn Tövrata baxdığınız zaman orada da buna uyğun müəyyən məsələlər var. Qardaşlarım, dəyərli dinləyicilər, İncildə də var baş örtüyü, Tövratda da var baş örtüyü.
bütpərəstlərdə də var baş örtüyü, dinsizlərdə də var baş örtüyü. Baş örtüyü hamımız olub. Yəni ümumiyyətlə qadınlar həmişə başlarını bağlayıblar. Hətta bundan başqa Hammurapi qanunlardan baxdığımız zaman Hammurapi. həmin dövrdə baş örtüsü ilə bağlı anlayışı sırf məsələn üzr istəyirəm ifadəmə görə müəyyən günah işləmiş qadınların başının açılaraq insanlar içinə buraxılması ilə bağlı. Deməli baş örtüyü olub da. Onlar pis yola düşdüklərinə görə başlarını açıb buraxırlar ki, yəni get. O hicab sənə yaraşmır ki, onu taxmısan başına, sən o pis işləri görürsən. Yəni özün dilinlə etiraf eləyirsən də bunları. Deməli baş örtüyü olub hər zaman. Belələrinə qulaq asmayın dəyərli dinləyicilər. Allah həmd olsun ki, Allah Subhanahu taala zəll edib onu. Yəni özü də bilir ki, əvvəlki kimi deyil. Allah həmd olsun. Beləncə şarlatanlar həmişə olub, beləncə dinsizşünaslar həmişə olub və çalışıblar ki, müsəlmanları öz yollarından uzaqlaşdırsınlar və şeytani yollara yönəltsinlər. Elhamdülillah, baxın, bütün millət, mənə inanmırsınız ki, özünüz araşdırın, baxın, görün, xristiyanlıqda, yahudilərin özlərində qadınlar necə olmalı, necə giyinməlidir. Baxın da monaqlara, hansı ki, o kilsədə olan xanımlara, görün necə bağlıdırlar. Yəni, haradan götürürlər bunu? Allah Subhanahu taala əmridir vəssalam. Allah taala bizə eşidib faydalanlardan etsin. Paylaşmağı, bölüşməyi yaddan çıxarmayın. Elhamdülillah ki, 100-cü videomuzda idi. Allah həmd olsun.